Ada bunu sumağı götürürük. Birinci şəkildə meşuqda döyürük bunu. Meşuqdan döydükdən sonra belə üstlərində qalanı əllə təmizlənir. Bax formada motora tökülür, motora. Bunkere tökülür. Sonra oradan da düzgən. Şəkili bu formada. Tumu ayrılır, tumu ağır şəkil, ağır olur. Tumu ayrılır. Bu formada ayrıldıqdan sonra həmin sumaq geriyə tökülür, arxaya. Yəni kəpək ki, qırağa çıxır. Bəli, sumağın kəpəyi arxaya çıxır, təmizləyir. Milli mətbəxin ayrılmaz hissəsi olan sumaq demək olar ki, hər evdə istifadə olunur. Xüsusilə qutab, lülə, kabab və balıq yeməklərinin əvəzedilməz ədviyyatıdır. Yazlıq və payızlıq növü olan sumağın özünə məxsus yığılma və emal qaydaları var. Əsasən dağlıq ərazilərdə ağaclarla sıx olan yerlərdə bitir ki, bu da yığım zamanı böyük zəhmət tələb edir. Bəs aldığımız sumağın təbii yoxsa saxta olduğunu necə müəyyən edə bilərik? Kəskin qiymət fərqinin səbəbi nədir? Sumağın yığılması, təmizlənməsi və satışı ilə məşğul olan İsmayıllı sakini Ruslan Əzimov deyir ki, bu bitki ağaclardan toplandıqdan sonra bir ay müddətində qurudulur. Daha sonra satışa çıxarılır. 1 kiloqramının qiyməti isə 50 manatdır. Sumağa duz vurduqdan sonra qıpqırmızı lalə kimi qızarır. Duz vurmayanda belə boz şəkildə alınır sumaq. Amma duz vurulan bəzi adamlar deyir rəngi o boş şeylərdir. Bax, sumaq özü deyir, adi sumaqdır da. Sumağı sürtsən əlimə yenə rəng verdi. Bax qızardı əlim. Həmən. Bax qızardı əlim. Görürsünüzmü? Qiymət fərqli bilsiz nətərdir? Duz vurduqda, su vurduqda onun nəmliyindən, quruluğundan asıldı. 3 kilosundan, 4 kilosundan, 1 kilo bu formada təmiz qabığı çıxanda, gəl bunun kilosu 45-50 manata çıxır. Amma tumu ilə üyünəndə bazarı tumu 14 manata, 15 manata satılır. Bazarlarda isə mənzərə bir qədər fərqlidir. Piştaxtalarda hər qiymətə sumaq tapmaq olar. Satıcılar etiraf edirlər ki, ucuz satılan məhsulların tərkibi çox vaxt şübhə doğurur. Alıcılar isə əksər hallarda qiyməti münasib olana üstünlük verirlər. Buna əlavə şey qatırlar biraz. Limon duzu, qida rəngi qatırlar, bir də əlavə nələr qatırlar, İsmanda bilmirəm. Bu bunun xam malıdır. Əsl suma. Bu da bunun çəkilmiş formasıdır. Görürsən, bunun içində qarışıq vardı. Əlində bir balaca su ilə həll eləyəndə qası çıxır üzə. Bu 12-15 arası bu satılır. Bu həylə çox yoxdur bazarda. Bunun o bilən adamlar alır əsas. Bu 18-20 manatdır. Əsl sumağın dadı turş olmalıdır, təbii turş. Qida məsələləri üzrə ekspert İlkin Şirinovun sözlərinə görə satışda bəzən sumağın çəkisini artırmaq ya da görünüşünü daha rəngli etmək məqsədi ilə limon duzu qatılır. Təbii sumaq parıltılı olmur, təbii sumaq turşməzə olur, təbii sumaq heç bir rütubətlik götürmür, təbii sumaq quru rəngdə olur, quru formada olur və təbii sumağın evdə və yaxud satış nöqtələrində saxlanıldıqda hər hansısa bir yapışqanlığı, hər hansısa bir rütubət saxlaması məsələsi belə deyim ki, müşahidə olunmur. Biz bunu saxta sumağı hər hansısa bir stəkan suda həll etdikdə bunun rənginin çıxdığını şahidi ola bilərik. Mütəxəssislər bildirirlər ki, sumaq alarkən yalnız qiymətə deyil, onun keyfiyyət göstəricilərinə də diqqət yetirmək vacibdir. Çünki ucuz məhsul hər zaman sərfəli seçim demək deyil. Təbii üsulla hazırlanmış sumaq həm dadı, həm də faydası ilə seçilir. Firuzə Məlikzadə, Namiq Hüseyev, Rafiq Həsənov, Xəbər Ertəsi.